Azərbaycan Fələstinə əsgər göndərməyəcək. Bu barədə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bir açıqlama verib. Baxın dostlar, müharibədən çıxmış bir dövlətik. Cəmi 6 il əvvəl minlərlə şəhid verdik. Minlərlə evə od düşdü. Minlərlə ana oğulsuz qaldı. Minlərlə uşaq atasız qaldı. Atasını görmədən dünyaya gələn körpələr oldu. Başqa bir xalq üçün, başqa bir dövlət üçün əsgər itirmək, oğul itirmək fikrimiz yoxdur. Və minlərlə şəhid vermiş Ali Baş Komandan bir əsgərini də itirmək istəmir. Başqa bir dövlətə, başqa bir xalqa görə. Bəli, biz Qarabağ müharibəsini apardıq və bu müharibədə qalib gəldik. Şəhidlərimizin sayəsində qalib gəldik. Biz öz torpaqlarımız üçün yetərincə can verdik və biz cəbhədə ölüm qalım savaşı verdiyimiz zaman heç bir ərəb dövlətindən, ərəb xalqından, o cümlədən Fələstindən ciddi bir dəstək görmədik. Kaş dünyanın heç bir yerində müharibə olmasın. Bu dünyada sülhü istəyən, ən çox istəyən dövlətlərdən biri məhz Azərbaycandır. Dünyanın heç bir yerində kaş müharibə olmasın.